Mədəni afişanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim edir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 7 noyabr saat 19-da Elçinin əsəri əsasında Baş, 8 noyabr saat 19-da İlyas Əfəndiyevin əsəri əsasında isə Qarabağnamə tamaşaları təqdim olunacaq. Hər iki tamaşa Zəfərin 5 illiyinə həsr olunur. Beynəlxalq Muğam Mərkəzində 8 noyabr saat 19-da Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçiriləcək. Azərbaycan Dövlət Yuğ Teatrında 8 noyabr saat 19-da İsmail İmanın Əziz Ata pyesi əsasında hazırlanmış tamaşaya baxa bilərsiniz. Azərbaycan Dövlət Rus Dram Teatrında 9 noyabr saat 19-da Puşkinin əsəri əsasında Skaska o Tsari Saltani, Knyazi Gvidoni i Tsarevni Lebedi tamaşasına baxa bilərsiniz. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 9 noyabr saat 19-da Mirzə Fətəli Axundzadənin Hekayəti Xırs Quldurbasan komediyası əsasında hazırlanmış tamaşa təqdim olunacaq. Şuşa Dövlət Musiqili Dram Teatrında 9 noyabr saat 19-da Cəfər Cabbarlının əsəri əsasında hazırlanmış Solğun Çiçəklər tamaşası təqdim olunacaq.